Qaradağ ya Ərəsbaran məntəqəsinin köçərləri qabaqçı intihabatlarda %90 müşarikətlə həmasa yaraldıb, öz ittihad və ürəkbirliklərin İslam və nizama nişan veriblər. Qaradağ əşairləri inqilabdan indiyə kimin öz ürəkbirliklərin nizama göstəriblər və bu dönədə Riyasət Cumhuri intihabatında şirkət eləmək üçün beləncə elam-ı huzur elədilər. Biz bu intihabada şirkət eləyirik, bu uşaqlarımıza xatir. Hesab seçirik, görürük hansı adam dindardır, imandardır, hesab yaxşıdır intihabata, deyirik rayımızı verək. Əşairin namusu, qeyrəti var. Biz malımızla, canımızla, rəhbərimizin dalında durmuşuz. Bizim hamımıza vəzifədir, intihabada şirkət eləyək. Xahiş eləyirəm, elə İranın bu da əşairin xanımları, ray salay. Rəis Cumhur ki intikhab olacaq, ondan nə intizarın vardı? Əməl ola da düz adam ola, rast ola da, İslam ola, düşmanla dost olmayaq, dostla dost ola. Rəis Cumhur için intikhab olacaq, mesela Rəis Cumhur qəbliyə millətdən himayət eləyəm, danpərvərlərdən, kişavərzlərdən himayət eləyəm. Əşairin büyüməsine yetişsin, yoluna yetişsin, əşair də vəlallah şer kimi dövlətin dalında durubdur. Xahiş eləyirəm, İran millətindən, hamısı inşallah şirkət eləsin. Yaşasın İran! Məntəqə Ərəsbaranda hududu 15.000 xana var, əşair sakindilər ki, hududu 9.000 nəfər bunlar vacid şərait bərai rəydə edirlər. Həzrət İmam Xümeyni rəhmətullah əşairi zəxairi inqilab adlayıbdı və bu qeyrətli, şərəfli insanlar hər zamanki niyaz olubdu, inqilabın armanlarına dayaq olublar. Yenə də bu dönə cümə günü tirin 8-də öz şurlu huzurları ilə intihabatda bir ayrı həmasə yaradacaqlar. Pərviz Gülüzadə, Xəbərgozariyə Seda və Sima, Əhər Şəhristanı, Qoçgölü yaylağı.